Mənim macəram bu dəfə Bakının mərkəzi küçələrində macəraya başlayırıq. Məqsədimiz bu yollarda salınan velosiped zolaqlarının müsbət və mənfi tərəflərini araşdırmaqdır. Baxaq görək, həqiqətənmi bu velosiped zolaqları velosipedçilərin işinə yarayır, yoxsa sadəcə bizdə də bu yollar olsun deyə çəkilir. İndi isə bu zolaqda velosiped sürəcəm. Baxaq görək, hansı problemlər var, hansı üstünlüklər var. Günü-gündən zolaqların sayı çoxalır, bu bizi sevindirir. Eləsə vaxt uzatmadan mən istəyirəm bu zolaqda yürüşə başlayayım. Dövlət Statistika Komitəsinin qarşısındayıq. Burada velosiped cığırı qarşıdakı hissədən başlayır. Bu Statistika Komitəsi və həmin bu velosiped işarəsinin olduğu yerdən yol başlayır. İndi mən də bu hissədən velosiped sürməyə başlayacağım. Velosiped yolu buradan başlayır. Burada ehtiyatlı olmaq lazımdır. Və burada artıq yol bitmiş kimi görünür. Təəssüf ki, heç bir işarə yoxdur. Və bir qədər sonra yenidən velosiped yolu davam edir. Yenidən burada velosiped yolu işarəsini görürük. Burada da parklanma üçün yer var. Bu kimi kəsişmələrdə maşınlar hərəkət edə bilər, sağa sola dönə bilər. Ehtiyatlı olmaq lazımdır. Çünki maşın dönərkən bir çox hallarda velosipedçiləri görmür və belə olan halda toqquşma ola bilər. Ona görə də ehtiyatlı olun. Çünki velosiped sürücüsünü qoruyan heç bir şey yoxdur. Və burada da parklanma üçün yer var. İnşaatçılar prospektinin qarşısındayıq. Və burada velosiped yolu sağ istiqamətdə davam edir. Düzünə yoxdur. Mədəniyyət və İncəsənət Universitetinin qarşısından yol üzü Elmlər metrosu istiqamətinə davam edir. Bura bir qədər yoxuşlu yoldur, velosipedçilər üçün çətindir. Mən də bir qədər çətinlik çəkirəm. Ehtiyatlı olun. Burada həm maşınlara, həm də velosipedçilərə işıqların qırmızı işığı yanır. Biz də hamı kimi gözləməliyik. Bəli, artıq yaşıl işıq yandı və mənə də yol verdilər, çünki üstünlük məndə idi. Burası sudur, ehtiyatlı olmaq lazımdır, velosiped sürüşə bilər. Artıq bu işıq orada velosipedçilər üçün də yaşıl işıq yanır.
dayanmadan bu yolu keçə bilərik. Yenə də ehtiyatlı olmalıyıq. Artıq bura sola istiqamətdə gözləməliyik. Bəli, bu yolun üstünlüyü də ondan ibarətdir ki, biz əvvəllər velosiped sürərkən, velozolaqların olmadığı bir vaxtlarda piyada keçidindən istifadə edərkən velosipeddən düşmək məcburiyyətində idik. Artıq isə buna ehtiyac yoxdur. Çünki piyada keçidinin qarşısında əlavə velosipedçilər üçün də bir zolaq yaradılıb ki, velosipedçi velosipeddən düşmədən də bu yolu rahatlıqla keçə bilər. Eynən kadrlarda gördüyünüz kimi. Statistikanın qarşısından başlayan bu yol hələ ki üzü belə Elmlər metrosu istiqamətində davam eləyir. Mədəni sürücü idi. Mənim gəldiyini görərək ehtiyatını gözlədi və mənə yol verdi. Burada diqqətli olmaq lazımdır. Çünki işıqforda velosiped yolu bitir. Velosipeddən düşərək yolumuza davam edə bilərik. Burada piyada davam elə işarəsində gördük. Burada yenidən yolumuza davam edirik. Velosiped yolu deyə bura. Ehtiyatlı olun. Ehtiyatlı olun. Ehtiyatlı olun. Burada yenidən heç bir işarə olmadan velosipedçi hansı istiqamətdə davam etməlidir. Bununla bağlı heç bir işarə yoxdur. Bu zolaqda hər iki tərəf üçün nəzərdə tutulub. Məsələn, mənim hərəkət elədiyim yolun sol tərəfi isə geri qayıdanlar üçündür. Buradan sağa dönəcəyik. Bura çox rahat, çox sakit, çox gözəl görsənir velosiped zolağı. Bura qədər əsas problem Hüseyn Cavid prospektində olan velosiped çığırında idi. Elmlər metrosunun qarşısında müəyyən bir hissədə bir qədər çətinlik var idi. Orada velosipeddən düşüb piyada davam eləmək lazımdır və bu hissədə sıxlığı da nəzərə alsaq, düşünürəm ki, velosipedçi burada müəyyən qədər vaxt itirir. Eyni zamanda orada piyada səkisində hərəkət eləməlidir və o piyada səkisi də
piyadalar tərəfindən zəbt olunur bir çox hallarda və həmin istiqamətdə hərəkət edən zaman velosiped cığırı yenidən yolun kənarına davam edir və bununla bağlı heç bir işarə yoxdur. Hələ ki, bura qədər əsas problem bunu deyərdim. Artıq burada ilk problemlə rastlaşdıq. Velosiped zolağını elektrikli skuterlər zəbt eləyib. Yəqin ki, bunu düzgün park eləməyib, bunları icarəyə götürənlər. Çox güman ki, bunun park yeri oradır. Heç kim özünə əziyyət verib, bu skuterləri qaldırıb, həmin o parklanma yerinə qoymuyor. Deyək, parklanma yeri oradır. Parklanma yeri oradır, amma hər kəs gəlir skuteri bura qoyur. Bu isə düzgün deyil. Ona görə ki, bu skuterlərin bu velosiped zolağında olması bu yolda hərəkət edən velosipedçilərə maneə yaradır. Bir problemdir. Yolun qarşısını kəsir. Velosipedçi yoldan kənara çıxarsa, hər hansısa bir problemlə, maşınla rastlaşa bilər, maşınla toqquşa bilər. Onsuz da bizim küçələrdə velosipedçilər bir maneə kimi görünür sürücülərin gözündə. Təbii ki, bu hər kəsə aid deyil. Belə olan halda velosipedçi də yoldan kənara çıxarsa, onsuz da problemlə üzləşə bilər. Skuter istifadə edənlərdən xahiş edirəm. Düzgün parklanmalara diqqət eləyək. Yaxşı olar ki, bu skuterləri bura qədər gətirmişiksə, həmin o parklanma yerinə park eləyək. Ehtiyatlı ol. Parklanma yerinə park eləyək və hər kəs bu zolaqdan rahat istifadə edə bilsin. Bakı Dövlət Universitetindən üzü Mətbuat prospektinə doğru gedərkən, məsələn, maşınlara işıqforun qırmızı işığı yanırsa, velosipedçilər üçün yaşıl işıqdır, sağa dönənlər üçün. Çünki onlar heç bir maneə yaratmır, ona görə də onlar həmin istiqamətdə yaşıl işıqdan velosipedlərini dayanmadan sürə bilərlər. Hələ ki, bura rahatdır. Velosiped sürmək üçün ideal bir yoldur. Çox təəssüf ki, bəzən sərnişinlər də velosiped zolağından istifadə edirlər. Bu da velosipedçilər üçün maneə yaradır. Onsuz da yol dardır. Onların da bu yola çıxması müəyyən problemlər yaradır. Və burada velosiped parklanması üçün yer də görürük. Eyni zamanda həm skuterlər üçün, həm də velosiped parklanması üçün burada yerlər var. Yoxlamaq istəyirəm, görüm. Velosipedi bura park eləmək olur. Əla. Park eləyib harasa gedə bilərik. Bu sevindirici bir haldır. Velosiped cığırlarında, velosiped zolaqlarında velosiped parklanması üçün ayrıca yerlər də var. Bura Mətbuat prospektidir. Məsələn, velokuryerlər üçün idealdır. Velosipedlərini bura park eləyib ünvana çatdırılma eləyə bilərlər. Məhəmməd Rahim küçəsindən Mətbuat prospektinə dönən yolun üzərində velosiped parklanması üçün burada yer də var.
Eyni zamanda yol da çox idealdır deyərdim. Qarşıdakı işıqforda velosiped cığırı düzünə istiqamətdə bitir və sağa Bakı Dövlət Universiteti istiqamətində davam edir. Burada ehtiyatlı olmaq lazımdır. Velosiped zolağın üzərində piyada keçidi işarəsi də var. Burada piyadalara yol vermək lazımdır. Yaxşı olar ki, hətta gözləmək, tam təhlükəsiz olandan sonra yola davam eləmək olar. Mən isə buradan düzünə hərəkət edəcəm. Hal-hazırda Əbdürrəhim bəy Haqverdiyev küçəsindəyik. Üzü Bakı Dövlət Universitetindən Mətbuat prospektinə dönən yolda velosiped zolağı bitdi. Artıq bu hissədə velosiped zolağı yoxdur. Biraz qabaqda isə velosiped zolağı başlayır. Düşünürəm ki, buralara da velosiped zolağının olması yaxşı olardı. Çünki velosipedlə gəlirsən və anidən yol bitir. Ümid eləyirəm ki, bu yol davam eləyəcək. Belə anidən velosiped zolaqlarının bitməsinə rastlaşmayacağıq. Bu dəfəki buraxılışda Bakı küçələrinə salınmış velozolaqlarda velosiped sürərək bu yolların müsbət və mənfi tərəflərini kəşf etməyə çıxmışdıq. Çox sevindirici haldır ki, velozolaqların sayı günü-gündən çoxalır. Biz bu küçələrdə rahat velosipeddən istifadə edə bilərik. Velosiped sürənlərin sayı da çoxalacaq. Velosiped həm nəqliyyat vasitəsidir, həm idman alətidir, həm də necə deyərlər, bir uşaq oyuncağıdır. Bu zolaqların sayı çoxaldıqca velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edənlərin sayı da çoxalacaq. Və sevinirik ki, bu yollar günü-gündən çoxalır. Düzdür, çatışmayan cəhətlər var. İlkin başlamaq üçün pis deyil. Məsələn, bəzi yerlərdə velosiped zolaqları zəbt olunub skuterlər tərəfindən. Müəyyən bir yerlərdə parklanma düzgün edilməyib, maşınlar tərəfindən bu zolaqlar bağlanıb. Və yaxşı olardı ki, bu yollarda velosipedçilərin özünə xidmət hissələri də ayrılsın, düzəldilsin. Çünki velosipedlərdə yaranan hər hansı bir problemi anındaca, yerindəcə həll etmək mümkün olsun. Yaxşı olardı ki, bu məqamlar da diqqətdə saxlanılsın. Əgər mümkün olarsa, bu proseslər də yerinə yetirilsin. Və çalışacağıq digər yollarda da velosiped sürərək həmin zolaqların çatışmayan cəhətlərini araşdıraq. Bizdən bugünlük bu qədər. Növbəti mənim macəramda görüşmək ümidi ilə.